Herkese salam dostlar. Bugün Barcelona'nın menajeriyle başlayırıq. Bizim əvvəl kariyer modunda öz klubumuz var idi. Kariyer modunda deyil, öz klubumuzu yaradıb oynamışdıq. İndi isə kariyer modunda Barcelona'nın menajerliyini etməyə başlayırıq. Bizim menajerimiz belədir. Mən əvvəldən menajer etdiyim üçün altınım var idi. Özümü burada bu keyfiyyətləri yüksəltmək olur. Eee, İndi isə hazırlıq maçı var. Hazırlıq maçı öncəsi oyuncularımız bu vəziyyətdədir. Bir Cancelo buraxaq. Cancelo. Hələ ki belə pis deyil. Fermini də hansı oyunçu ilə dəyişək? Hücumçu var, yarım müdafiəçi də var. Yəni belə yaxşı. Fermini də belə dəyişək. Oyunu siz sağda yuxarıda olan maç oynayır, biraz uzun vəziyyətdə və yaxud solda yuxarıda hızlı oyunda daha sürətli oynaya bilərik. Hızlı oyuna bura onsuz hazırlıq maçıdır. Hal-hazırda oyun 2025'ten başlayır. İndi sezon getdikcə 26-ya doğru gedir. Üçüncü şeyler. Oyun bitti və 7-0 hazırlıq maçlarına. Sezon öncəsi turnuvalar olur. Sezon öncəsi turnuvalardan birini hər dəfə 2 seçim olur və 3-cü seçim belə olur. İkincisi mən bunu seçirəm. Çünki rəqiblər daha asandır. Burada oyuncumuz yeni sözleşme istəyir. Oyuncunun değerini buradan göstərir. Oyuncu dəyərsiz olduğuna görə heç biraz sadəcə yola vermək kimi bir şeydir. Turnuva. Buradan izləyiciləri görevləndirib yeni bir oyuncular tapa bilərik. Buradan isə oyuncuları axtarıb yeni oyuncular transfer edib baxa bilərik lazım oyuncuları. Bu bizim oyuncumuzdur. Lamine Yamal, Pedri. Da Messi də var. Messi'ni transfer edə bilərik, amma 38 yaşı var. Yəqin ki karyerasını bitirəcək. Sezon sonu əməkliyə ayrılır. Sezon öncəsi turnuvada ilk oyunumuz burada. Antrenman olur normalda bu hissələrdə. İndi təzə antrenman olduğuna görə oyuna gedir. Niyə birbaşa oyuna atır. Bu oyundan sonra yəqin ki antrenman verəcək. Burada siz oyuncuların canını belə yüksəldə bilərsiniz. Bununla. Mən əvvəldən oynadığım üçün ondan məndə 600 falan var. Normalda az çoxalır o. Cancelo ataq. Kunde. Belə. Bir sözümüz. Hızlı olmaması normalde oyuncuların oyuna daha geniş şekilde baxa bilərsiniz, amma hızlı deməyə daha tez keçir o.
değişikliği Ferran'da salaq. Ama normal oynuyor. Firmino salaq. Yaman vurdu biri. Geçer Firmino. Burada bunu deyirdim, antrenman gəlir. Burada antrenmana bir dəfə normalda antrenman elətdirə Amma antrenmanı təkrar yaptır deyəndə reklama baxıb təzədən elətdirə bilərsiniz. Yenidən bir qabağa gedeyim. Ferran Torres sakatlanıb, olsun. Ferran'ın əvəzinə buradan yedek oyuncular arasından mütləq kimisə salmalısınız. Çünki yedek oyuncu ilə zədəli oyuncu ilə oyuna getmək olmur. Hücumçu salaq ki, lazım olsa oyunda dəyişməyə. Belə yaxşıdır, gedək oyuna. Olmadan biraz canı azdı filmini. Garcia da zədəldi. Buradan bir dənə qapçılarımızdan kim var? Buradan Jesse'yi salaq qapıya, onu da tazlamayla. Bu oyunda hızlı oyun girək. Üstünlüğümüz var. Şey Rafinha birini vurdu. Oyuncularımız genel olarak yaxşı oynayıb, amma Kunde'nin canı azalıb yaxşı oynasa da başqa Rashford'da salaq biraz oynasın. Yamalı dəyişik biraz neçə oyunda oynuyor. Bu qədər pis deyil. Getdi. Görək. Eşeği Rafinha birini də vurdu. Yəqin ki oyunu apardıq. Aha. Yəqin ki turnuvanın növbət mərhələsində keçdiyi Newcastle var. Yəni yəqin ki Newcastle'la 3-cü oyunumuz, sonra da Newcastle'la final oyunumuz olacaq. Çünki birinci, ikinci yer final oyunu oynayır. Biz də yəqin ki Newcastle udursaq belə ən az ikinci olacağıq. Newcastle'la oyun. Gavi'ni salaq, Pedri'nin yerinə yorğundur. Olmonu salaq. Ferran zədəli, Garcia zədəsindən qayıdıb. Salaq qapıya. Sonra burada yetenekli oyuncularımız da var burada. Bu oyuncuları baxıb buradan kiraya göndərə, məsələn buradan transferə ekləyə bilərsiniz ya və yaxud kiraya göndərə bilərsiniz. Onlarla sonra maraqlanarıq. İndi oyuna Lewandowski yorulub. Bunun biraz artıraq. Çünki Ferran da zədəldi. Tək hücumçumuz Lewandowski'dir. Rashford'u da salaq bura hələlik. Christensen'i də salaq Araujo'nun yerinə. Belə pis deyil. Bir də Cancelo'nu da yüksəldək. Çünki həm sağ, həm də sol bekimiz Cancelo, Zamendi olan. Girək oyuna. Girək. Görək Newcastle-la necə oynayacaq. Elə bunu final oynamış. Newcastle bizi sıxır.
Taktiksel ayarlarını da düzeltmək lazımdır. Çünki taktiksel ayarlar düzeltməyəndə zəif oynayırlar oyuncular. Sassuolo da bir tərəfdə. Yamalı salaq. Yamal neysə. Fermi də salaq. Onu da salaq. Cimarlar iş vurdu. Lewandowski də qəşəng. Bir-birə qalır. Antrenman gəldi. Liverpool'un hazırlıq maçı. Hazırlıq maçlarını ləğv edə bilərsiniz. Bəzilərini. Məsələn, buradan Liverpool'la oyunu ləğv edə bilərəm və yaxud yeni buradan yeni dostluq maçı fərqi yoxdur. Ölkəni seçib fərqi yoxdur. Hansı bir ölkədən komanda ilə dostluq maçı salıb oynaya bilərsiniz. Biz yəqin ki, bu qrupda qalib olduq bunlarla oyunda. Final oyunu olmadı yəqin ki, çünki birinci dəfədir. Yəni, normalda birinci yerlə ikinci yer final oyunu oynayır. Yəni, pul da veriblər, turnuvanın pulunu. Buradan dostluq maçı bir dənə bura ya da bura salmalılar. Bir dənə Atletico Madridlə yormayaq komandanı. Heç ilə salaq, elə belə oynasınlar. Hə. Bir dənə qədəyə baxın. Liverpool'la hazırlıq maçı. Araujo zədələnib. Erik'i salaq. Bu qədər. Lewandowski. Ferran da zədədən qayıtmır. Taktiklərimizi düzəldəcəkdik. Neyinsin, oynayasın, düzəldərik. Yəni, onsuz hazırlıq maçıdır. Lewandowski birini vurdu. Hücum xəttimiz yaxşı oynayıb, amma Yamal salmaq lazımdır. Yamal oynamır. Şunları Pedri'nin salaq. Deyəm, yorulub. Dəyişirəm, yoxsa deyəm, daha yaxşı oynayıb. Marcelo da salaq. Fəndinin yerinə. Erik'i kalsın mı belə salaq? Erik'i də salaq. Oynayaq belə. Liverpool daha üstün oynuyor ama hesabda hələ çox üstün. Lewandowski birini də vurdu. Yəqin ki, artıq olmaz. Görək nə olur. Yeni hədəflərdən, sezon hədəflərindən arqa 5 oyunu yenilgisi tamamladıq. Bir də taktiklərimizi düzəldəcəkdik. Buradan taktiklər dəyişikliklər. Buradan istədiyiniz taktiki seçə bilib oynaya bilərsiniz. Yəni, belə pis deyil. Barcelona'nın normal taktiki. Yəni, belə qalsın. Buradan özəl dizilişlərdə buradan biz bunu düzəltməliyik talimatlardan. Buradan oyuncuların kapitanı, penaltıcı, Lewandowski, Rashford daha yaxşı vurur. Buradan Yamalı salaq Rashford'un yerinə. Normalda Yamal oynayır. Buradan baxaq. Yamal biraz zəif vurur, Lewandowski. Avtomatik seçir əslində, amma biraz da daha yaxşılar olur bəzən. Sol korner. Korner Balde də var, Yamal da var, Rafinha da. Sağda həmçinin. Genel olaraq genişlik.
Çok ofansif. O hücum normal baxın. Çok ofansif lazım değil. Hızlı. Disiplinli oynasınlar. Normal olsa daha yaxşıdır. Çalışkanlıq hızlı olsun. Yaratıcılıq dengeli daha yaxşıdır. Pas tarzı karışık olsun. Ne olsun. Bu da karışık. Forvet oyuncuları. Oyun tarzı. Oyun kurma hızlı. Kontratak. Evet. Biraz da tüm saha eylesinler. Normal olsun. Yani savunma çizgisi normal. Yani yukarı çizgi pisti. Bu da normal. Aha. Bunu indi buradan kaydeleyebilirsiniz. Buradan kaydedeyəndə sizin elədiyiniz taktiklər düşəcək bura bunlarda. Aha, belə. Görək. Buradan gənc oyunculardan götürə bilirsiniz. Akademiyaya yetişdirir. Siz də götürürsünüz. Bu da mən birini götürdüm. Normalda burada tesislər var. Burada bunları yüksəldəndə burada Gənclik Akademisi, Kulüp Bölgəsi Yetenek Avcılığı de akademi antrenman sahası var. Stadionumu da yüksəldə bilirsiniz. Bu ətrafdakı bunları da yüksəldirsiniz. Bunların arasında ayrıca neçə milyon pul istəyir. Hələ ki 2 milyon falandır. Yəni bunları yüksəldirsiniz. Mənim kulüp oluşturanda öz hesabımda bunların hamısı 10'dur. Hamısı maksimum 10'a qədər yüksəlir. İndi 0'dır. Bunları da yüksəldəcəyik yavaş-yavaş. Çünki belə ki pulu xərcləmirəm ki, transfer etmək lazım olar. Transferlər edərik. Yəni burada oyunculardan təbii ki bunların hamısını bunlardan transfer eləməliyik. Çünki daha yetenəkli oyuncular transfer edib həm pul qazanmaq, həm də ki kluba daha yaxşı xeyir olacaq deyə düşünürəm. Elə də olur. Şesniyə təkliflər gəlib. Aha. Buradan təklifləri yüksəldə bilirsiniz. Şesnin 35 yaşı var. Yəqin ki bundan sonra başqa təklif gəlməyəcək. Yəni Şesni satmağa dəyər. Şesni sözləşmə imzaladı. Bizim buradan kadrodan kiraya verilən oyuncularımıza baxa bilərik. Ter Stegen varımızdır. Yəni Ter Stegen gəlsin, Ter Stegen'i Zamen qapıcı kimi və yaxud Iñaki Peña'mız var. Yəni onları burada o biri qapıcılar heç. Onları sata bilərik. Yəni bunları kiradan çağıra və yaxud gəldikdə Zamen qapıcı kimi işlədə bilərik. Aha, hazırlıq maçı sonra da buradan yəni qapıcı transfer eləmək. Buradan yetenek izləyicini göndərib qapıcı axtara bilərik. Qapıcı axtarsın. Yaşı 19'dan 24 yaş aralığı olsun. Cavan olsun. Qiyməti də 4 milyondan yuxarı olsun. 15 milyona qədər olsun. İndi bu bizə 14 gün ərzində gedib tapıb gətirəcək. Avqustdur. Avqustun ortalarında gedib gətirəcək. Burada sağda yuxarıda zamanı görə bilərsiniz. Görək, oyuna girək. Reklam. Sarı. 6 zərbəmizin heç biri dəqiq deyil. Aha, bir dəqiq zərbəmiz. Lewandowski bir vurdu.
Pedrini salaq, Dazninin yerinə. Pedrini bəlkə salmışam. Olmonun da yerinə kimi salaq. Fermini salaq oynasın. De Jong sarı alıb. De Jong'u əvəzləyək. De Jong'un əvəzinə Fermini salaq. Fermini qabaqda da Rashford salaq. Rafinha'nı salaq onun yerinə belə. Yamal birini də vurdu. Yamal. Yəqin ki, sezon sonu Levanı satmalı olacaq. Çünki həm yaşlıdır, həm də yəqin ki, belə getsə təklif gələcək. Bugünlük bu kadar dostlar. Yeni videolarla karşınıza çıxacağım yəqin ki. Videonu növbəti oyun bir Real Betis'ləndir. Yəqin ki, oradan da başlayacağıq. Çox sağ olun. Yeni videolarda görüşənədək.